Qayıtdın dedin ki, siz oradan niyə baxırsınız ki, mənim lipçiyimi də görəsiniz? Adına nə deyim bilmirəm. Bu amcıq haqqında düşünürəm ki, bir də danışmayacağam. Deməli, bu xiyar hıqı qaçıb Qazaxıstana indi də. Qorxusundan qaçıb Qazaxıstana. Ki, birdən Gürcüstandan bu deport olunar. Saxta nicah məzələsinə görə. Onun Gürcüstanda evi yoxdur. O sırağa basır. Yalan danışır. Evi yoxdur. Bu bir. Gedib indi Qazaxıstan. Gürcüstanda Telegram işlətsən də, OnlyFans-a girsən də, qumar reklam eləsən də legaldır. Kazino burada legaldır. Başa düşdünüz? Sənə heç kim üçün deyə bilməz. Amma Qazaxıstanda sən OnlyFans-dır, Telegram, yəni Azərbaycan kimidir. Açıq-açıq paylaşımlar varsa, Qazaxıstan qanunvericiliyinə əsasən bunun özü cinayət sayılır və orada da adamı tutub deport eləyirlər. Xeyirli olsun hıqı, hara qaçsan da xeyri yoxdur. Keçir indi Qazaxıstana. Qaçıb gedib Qazaxıstana qorxusundan ki, birdən şahsı mənə buradan o saxta nicah məsələsi ilə deport etdirər. Axı qanunsuz işlə məşğuldur burada. Gürcüstan dövlətini aldadıbdı. Qorxusundan qaçıb Qazaxıstana, oradan belə şir-şir mənə statuslar paylaşmaqla deyir. Sözlə deyəndə deyir ki, mən ev alıram. Hanı sənin evin, Gürcüstandakı evin? Çıxar kupçavı göstər. Çıxar göstərdi kupçavı, hanı? Sən cəmaata kələk gələ bilərsən. Sənin pulun yoxdur. Sən oturursan bütün gün TikTokda yalvarırsan ki, mənim Telegramıma qoşulun, mənim evimin kirayəsinin puludur. Sən deyirsən yalvaran bütün gün TikTokda az. Yoxsa mənəm yalvaran, hə? Sən harda pulun var, yalnın osturağa basırsan. İstirahətə gedəndə atdırır Qazaxıstanda. Qazaxıstanda istirahət var. Camaat gedir istirahətə Dubaya, camaat gedir Amerikaya. Bu atdırıb gedib qorxusundan Qazaxıstana. Xəbəri yox ki, Qazaxıstanda bunun o paylaşımları zadını aparıb polisin qabağına qoysalar, Azərbaycandan orada qanunlar daha da sərtdir. Səni promoy deport eləyəcəklər. Bu bilirsiniz niyə sutkalığın polislərinə şəratır? Çıxardırdın liftçiyi və atırdın kravatın üstünə. Sənə dəfələrlə naryad gəl dedi ki, onu oradan götür. Rəis kameradan görür, sonra bizə söz eləyir. Qayıtdın dedin ki, siz oradan niyə baxırsınız ki, mənim liftçiyimi də görəsiniz? Sənə gəl dedilər ki, abala, bura sənin üçün otel deyil. Sən özünü harda hiss edirsən? Sənə burada heç kim təmas almayacaq. Biz səndən necə danışaq ki, sən başa düşəsən ki, bura otel deyil sənin üçün. Dəfələrlə səni pazladılar, dəfələrlə söz başa düşmürdün. Durub naryadlara deyirdin ki, gedib sizi saxlayanına şikayət edəcəm. Su kalırdın ki, qaqaşın paçka pulları var, gedib sizi ona şikayət edəcəm, qoy sizin dərsimizi versin. Oğlanı tapıb ağzını cırmışlar, yazıq oğlan da qorxusundan səndən arılaşdı. Ki, sənin yanında orada mən olmuşam. Sən yalan danışırsan, sən Azərbaycanda, sən milləti polisə qarşı belə nifrət yaransın deyə birin üstünə 5-ini qoyursan. Halbuki o polislər, halbuki sən onları dilvuran dediyinə görə, ona rəğmən belə, onlar sən ağrıyırdın, şeyin ağrıyırdı sənin xəstəlikdən, axıntı gəlirdi səndən sifilisdən. Onlar sənə getdilər dərman tapdılar, gətirdilər, verdilər. Deyirdin soyuqdan qala bilmirəm, onlar sənə gətirdi qalın adyal verdilər ki, qoy soyuq olmasın. Onların sənə yazığı gəlirdi, yemək deyirdin acımışam, gecə ilə belə gedirdilər koladan, peçenədən tapıb sənə verdilər ki, qoy ac qalmasın. Deyirdilər ki, qızdır. Qayıdıb demişdin ki, mənim atam anam yoxdur. Mənim atam pedofildir, polislərə demişdin. Onların da sənə yazığı gəlirdi. Ay şərəfsiz. Narkomanın yanına saldılar səni. Niyə saldılar? Çünki ağzını danışa bilmirdin, özünü apara bilmirdin. Narkoman belə qayıtdı ki, bunu mənim yanımdan çıxardım, bu xəstədir, bunda axır. Rəis, qurban olun, bunu mənim yanımdan çıxart. Bax, durdu dedi ki, evin yoxdur. Evimin kampaniyası ilə olan yazışmanı paylaşdım storyda. İndi burada da atacağım. Mart ayıdır, görürsünüz yazmışam ki, nə vaxt gəlib evimə baxa bilərəm. Çünki hələ bina hazır deyil idi, qaldı ki, mənim evim. Sonra da yazdı ki, bəs xəstədir, sifilis xəstəsidir. O da mən hər dəfəsində özümü yoxlatdırdığıma görə, hələ heç o bu söz deməmişdən qabaq gedib yoxlanmışdım. Orada da özü yazmışdı ki, hormonal problemlərin yoxdur, bir dənə dəmirin azdır, bir də D vitamin. Onu da bura qoyuram. Sonra dedi ki, qatıbdı şeyə, adı nədir onun, Qazaxıstana bu söhbətlərdən sonra. Bu da mənim uçuşum avqustun 11-i. Çünki avqustun 14-ü mü, 13-ü mü Kanye West'in konserti olasıydı. O durub deyir ki, Qazaxıstanda heç nə yoxdur, Qazaxıstan belədir. Qazaxıstan oğlanları elə versin səninlə, sənin anavının ağzına, ikivizində. Ondan sonra durur deyir ki, şeydir, səni deport elətdirəcəm, duxun çatır gəlinə, narahat olma. Yəni sənə tarixi ilə deyim, 3 günə, 4 günə Gürcüstandayam. Sən məni deport elətdirə bilməsən, mən sənin elə bil evinə girəcəm, yaxşı?
Elə bil girəcəm də. Bizə elə belə mən sənin kimi durub danışmıram boş-boş. Görsən, yəni deyirlər ki, sən niyə heç nə demirsən, sən niyə danışmırsan bunun kimi, niyə sən hər dəqiqə mənim canlıda dayanıb hər gün nəsə deyim. Yəni, məndə sözlə deyil, siz görəcəksiniz ki, mən nə edəcəm. Yaxşımı dostlarım? Düşünürəm ki, bir də bu, adına nə deyim bilmirəm, bu amcıq haqqında düşünürəm ki, bir də danışmayacağım. Düşünürəm ki, bu sondur. Çünki artıq ikinci evimi almağa hazırlaşıram burada. Yəni, burada bunu alım, ikinci evimi keçirəm, qayıdıram yanıma. Gəlirəm qucaqla, yaxşımı? Bu hıqı sutqaqda mənə qayıtdı ki, mənim atamın gözü mənə düşmüşdü. Dedim, başa düşmədim, atamın gözü düşmüşdü demək. Yadınıza gəlir, bu keçən il yayın açıb orada atası anası söyürdü. Görmüşdünüz? Görmüşdünüz? Yayından xəbərimiz var, atasının anası, mən onda Bakıdaydım, hələ mən çıxmamışdım ölkədən. Atasını, anasını şeyləri bu. Hə, deməli, uşaqlar, bunu mənə qarşı sutqalıqda getdi, polislər də eyni söz dedi. Dedi ki, mənim atamın mənə gözü düşmüşdü, mənim atam fildir. Bu ilə başlayır, desəm spam gələcək. Fildir. Bu dedi, mənim atam, dedi polislərə deyir ki, mənim atam fildir. Mən də deyirəm, bu cücdür, dəlidir, nədir, bu atası niyə belə pisdir ki? Deyir, mənim atamın mənə gözü düşmüşdü, mənim atam qoymur mən evlənim. Dedim, başa düşmədim, hansı ata-ana istəməz ki, övladı evlənməsin də? Səhv deyirəm, deyirəm, səhv deyirsən də, Chelsea. Hansı birimizin atası-anası istəmir? Düz demirəm, hansı ana-ata istəyər ki, uşağı getsin, pis gün görsün? Deyir, mənim atam, eləcəm jesti. Deyir, mənim atam deyir, mənə deyir, qoymur evlənməyə, mənə deyirlər ki, səni evdə alırıq, maşında alırıq. Bunun elə bir bütün ailəsi Kəlbəcərdəndir. Dedi, bizim Ağşəhərdə evimiz var. Mən istəyirəm ki, atamla, anamla barışım, o evi onların əlindən alım. Bunun məqsədi budur. Və deyir ki, deyir, mənim atam qoymurdu məni çölə çıxmağa. Məni evdə dustaq kimi saxlayırdılar. Bəs mənim atamın gözü mənə düşmüşdü. Mən indi çox takılmıram da, normal, mən çünki elə şey görməmişəm. Adamın atası, anası necə ata sənə necə uşağına göz düşə bilər? Nə danışır bu? Sutqalıqdan çıxandan sonra onun o ekran kaydı var, deyir, yayın açmışdı, özü canlıda atasının anası söyür deyə. Mənim tanışım mənə atdı, dedi Chelsea, bunun 100% atası buna eləyib. Bu travmalı qalıb deyə, ona görə çıxıb bu ailəsini biabır eləyir, başa düşdünüz? Onda belə dank elədi ki, bu sutqalıqda mənə demişdi ki, mənim atamın mənə gözü düşmüşdü. Mən onda başa düşdüm. Başa düşdüm ki, bu niyə atasını pisləyir? Niyə canlılarda bütün günü anasını söyür, atasını söyür? Ay balam, bir insan necə canlı açıb atası, anasını təhqir eləyə bilər? Görmüşdünüz elə şey? Allah, mən şokdayım, Allah haqqı. Mənim atam da mənə döyüb, anam da mənə döyüb. Dəfələr deyib ki, belə şey Instagramda paylaşma. Mən o qədər eşşək ki, mən uşaqlıqdan dölə-dölə böyümüşəm. Nə olsun ki? Mən bir dəfə pox yiyərəm, mən çıxaram, ata-ana adıyla danışırız, durum ata-ana haqqında pis danışım mən. Bu özü yayın açıb da, mən deməmişəm ki, özü yayın açıb taparam o ekran kayıtlarını. Yayında deyir ki, mənim atam, anam deyir, anam deyir, qəhidi, özü deyir də yayında. Mənə sonradan çatacaq, bu sutqalıqda mənə danışır, deyir, mənim atamın mənə gözü düşür, mənim atam qoymur, mən evlənim, mənim atam deyir ki, evlənmə, mən sənə baxıram. Mən deyirəm ki, burada pis nə var ki, atadır da. Mən də istəyirəm ki, mənim atam da mənə getsin, evdə alsın, maşında alsın. Kim istəməz ki, uşaqlar? Hamının atası, anası eləyir də uşaqlar. Kim eləyir ki, başqa? Sizin atanız, anası sizə ev, maşın eləmir. Hamının atası, anası eləyir də. Dedim, burada nə var ki? Mən nə bilim ki, bu xiyar demək istəyir ki, mənim atam fildir, hıqıdan danışıram. Bunun atası fil olub. Bu ona görə evdən qaçıb. Başa düşdünüz? Hədiyyəni indirəm. Mən də danışam bu dil. Hədiyyə vaxtıdır. Dayan görüm söhbət edirik burada Sibyozla. Hədiyyə vaxtıdır. Əsəbiyəm burada deyir hədiyyə. Bomba da hədiyyə atırsın axı mənə. Belə bomba kimi şirlər, universallar. Ay aman təcili mənə hədiyyə atın. Ay belə tərrədim saçım da. Gəmdən duş alım özümə gəlim. Belə. İndi bildiniz uşaqlar temanı. İndi başa düşdünüz. Bildiniz niyə? Niyə o polisləri söyür? Polislərdən niyə abijni qalıb? Pox yer, söysün də mənim söyləsinəyim var ki, mənə sutqaqda polislər sındırmayıb ki, sutqaqda polislər mənə heç nə eləməyib ki. Zaten sutqaqda polislər məni ondan uzaq tutublar, mənə çıxarıblar onun yanında. Mən də narahat oldum ki, birdən buna nəsə eləyərlər də. Polis qalb ki, səni də aparıb başımı qırxacam dedi. Sən bir də pox yeyərsən dedi, buradakı naryadlara söz deyərsən. Bilirsiniz də polis polisin ayağını vermir. Bilirsiniz də onu yəqin ki. Polis qayıtdı dedi ki, dedi bala, bura sənin üçün otel deyil ha, dedi, sən özünü harda hiss edirsən? Polis dedi, oranın yekəpər polisi.
divijeniyaya baxan polis. Dedi sən özü burada nə hesab? Çünki bir şey olanda Naryat sənə baxmır. Naryat gedir onu çağırır. O da gələndə talpa ilə gəlir, ha, tək gəlmir. Yanında bir 3-4 dənə də belə yekə bədənli kişilər gəlir. Təncə tərləmişəm səsəbdən. Nəsə fikir verməyin, köynəyimi dəyişəcəm. Polis gəldi və Allah'ın olsun, bax qapını və bir təpiklə nə təpiklə. Mən bu onu təsəvvür edə bilməyəcəm. Mən sizə o şey edə bilməyəcəm. Oranın qapısı, yəni ayağımı qaldırdım, uyarı gəldi, nəysə. Yenə təzən sönüb yandıracağam. Yox, imtahanlarda açırsan polisləri bütün günü söyürsən. Biri də qayıdıb sual vermir ki, o qədər qaşqaldaqsız ki, biriniz də qayıdıb sual vermirsiniz ki, ay bala, polis, siz də yaşayırsınız da Azərbaycanda, düzdür? İndi kimi niyə hansısa polis mənə aparıb döymür?